Elə bilirdim ki, mən onun ziyarətinə gəlmişəm. Amma sən demə, gəlişimdən xəbər tutaraq məni qabaqlayıb özü artıq qəlbimi ziyarət edirdi. Nədən bildim? Bura Qax rayonunun Oncalı kəndidir. İlk dəfə bura gələndə qış idi. Hava o qədər soyuq idi ki, insanın damarında qanı belə donur, hərəkət etmək mümkün deyildi. Lakin mən irəli, onunla ilk görüşümə gedirdim. Addımlayırdım və özümə təəccüb edirdim ki, mən soyuğa bu qədər dözümsüz olan insan ümumiyyətlə necə hərəkət edə bilirəm? İçimdə sanki bir istilik, bir cazibə qüvvəsi var idi ki, məni özünə çəkirdi. Həmin vaxt isti günəş şüaları, ağaclarda yarpaq yox idi. Gəldiyim meşə boz olsa da, orada uyuyan varlığın ruhu bu məkanı gözəlləşdirir, onun hər cizgisinə mükəmməllik çaları qatırdı. Həmin anda o insanın yaratdığı, görmək istədiyi dünyanın nurunu duydum. Bu, onun nuru idi. Onun adı Yunus Əmrədir. Dünyanı gözəlləşdirmək üçün insanlara yaxşı olmağı öyrədən dərviş, şair, filosof, övliya və ən nəhayət sadəcə Allahın bəndəsi. Beləcə, Yunus Əmrənin həyatı, yaradıcılığı və mənəviyyatı ilə buraxdığı 700 illik izi araşdırmağa başladım. Bu araşdırmadan isə indi təqdim edəcəyimiz sənədli film. Azərbaycanın Qax-Balakən bölgəsində Yunus Əmrəni tanımayan insan yoxdur. Balacadan böyüyə qədər hər kəs onun adını eşidib, bilir, hörmət və ehtiramla yanaşır. 700 ildən çoxdur ki, belədir. Doğrudur, Sovet dövründə insanlarda Yunus Əmrə haqda məlumat demək olar ki, yox səviyyəsində idi. Buna baxmayaraq, bu bölgədə Yunus Əmrə adı hər zaman qorunub və yaşadılıb. Adətən o bölgədə dinin qorunub saxlanmasında 2 dənə məclis var. Zikir məclisi və Mövlud məclisi. O məclislərin sayəsində o bölgədə din qorunub saxlanıb. Sovetlər İttifaqı vaxtında belə bu məclislər qorunub saxlanılıb. Bəzən bu məclislər nəyə lazımdır deyən insanlar olsa belə, həqiqətən bu bölgədə dinin qorunub saxlanmasında bu məclislərin çox böyük rolu vardır. Bu məclislər bir həm ədəbi məktəbdir, həm əxlaq məktəbidir, həm elm məktəbidir. Burada ilahiyyat elmlərindən tutmuş dünya elmlərinə qədər bütün elmlərin sanki müzakirəsi keçirilirdi. Bu Mövlud məclisi sadəcə ilahə oxumaq, Peyğəmbəri və Allahı vəsf eləmək deyildi. Bölgənin, xalqın, yerləşdiyimiz coğrafi məkanın tarixi, taleyini həll eləmək belə bu məclislərdə olubdur ənənə olaraq. Müstəqillikdən sonra bizim Türk dünyasına qovuşmamız bizim bu sahəyə daha diqqətli yanaşmamıza səbəb oldu. Məni ümumiyyətlə Yunus Əmrə ilə bağlı maraqlandıran məsələ onun bədii yaradıcılığı deyil. Məni həm mütəxəssis olaraq, həm də vətəndaş olaraq daha çox onun şəxsiyyəti maraqlandırır və məni bu sual həmişə düşündürür. Yunus Əmrəni Qax-Balakən bölgəsinə gətirən səbəb nədir? Regionda cərəyan edən tarixi prosesləri qısa şəkildə belə təsvir etmək olar. Səlcuq xanədanı süqut etmək üzrədir. Səlcuqların əraziləri tədricən itirilir, Monqollar Anadolunu ələ keçirir. Osmanlı imperiyasının yaranması mərhələsi gedir. Cənubi Qafqazda da dinamik ictimai-siyasi proseslər müşahidə olunur. Belə bir dövrdə Yunus Əmrə və onun mürşidi Tapdıq Əmrə Azərbaycanın Qax-Balakən bölgəsinə səfər edirlər. Həmin dövrdə isə bu bölgədə İslamın yayılması ilə bağlı problemlər var idi.
Yunusun Azərbaycan ərazisində olması, müəyyən dövrlərdə yaşayıb yaratması ehtimal kimi yox, mən bunu araşdırmalarım vasitəsilə sübuta yetirmişəm ki, Yunus müəyyən müddət ərzində Azərbaycan ərazisində gəlib yaşayıb. Və təbii ki, bilir ki, Yunus missioner şair olub. Yəni, o İslam dininin ideyalarını, müəyyən təriqətlə bağlı olub. Bu təriqətin ideyalarını Azərbaycan ərazisində yazmaq baxımından, yaymaq baxımından Yunus bu ərazilərə göndərilib və bir müddət orada yaşayıb. Azərbaycanda yaşayıb yaratması əsərlərinin dilində də bu görünür. Çünki müəllif haqqında ən gözəl məlumatı onun divanının dili deyir. Və Azərbaycan ağızlarında işlənən ifadələrə biz Yunus divanında rast gəlmişik. Biz ona dərviş deyirik. O kənd və kənd, oba gəzərək İslami əxlaqı yayıbdır. Bilirsiniz ki, Osmanlı imperiyasının siyasətinin ideologiyası, xətti İslam əxlaqı olubdur. Və bu əxlaqı yaydığına görə o bu yolu tutub, dərviş yolunu tutmuşdu. Amma mənim üçün Yunus Əmrə böyük filosofdur, çox böyük vətənpərvər şəxsiyyətdir, böyük türkçüdür, böyük turançıdır və əlbəttə ki, bu fikirlərini insanların anladığı dildə çatdırmaq yolu tutduğuna görə həm də böyük şairdir, böyük ozandır. Züleyxa Abdullayeva dərviş mədəniyyətini araşdıran ən böyük alimlərdən biridir. Yunus Əmrə yaradıcılığı onun elmi tədqiqatlarının xüsusi istiqamətidir. İspartada və Türkiyənin başqa yerlərində yerləşən Yunus Əmrə məqbərəsində oldum. Tapdıq Emre ilə bərabər doğrudan da onların orada ziyarətgahları vardır və dərgahları vardır. O dərgahların içində olduq. Bizi orada eski zamanlarda dərvişliyin tədrisi ilə bağlı bir sıra bilgilər aldıq. Yemək pişirmələri barəsində və dərvişlərin təlim tərbiyəsi ilə bağlı bir sıra bilgilər aldıq. Ümumiyyətlə deyilənə görə Türkiyədə çox yerlərdə Yunus Əmrənin ziyarətgahları vardır, məqbərəsi vardır, dərgahları vardır. Yunus Emre biz bu dünyaya sevda üçün gəldik deyən bir ifadəsi var ki, orada yaradanı sevmək, onun yaratdıklarını sevməyə bir vəsilədir. Yəni insanlıq dinindən, irqindən, millətindən asılı olmayaraq Yunus Emre fəlsəfəsində insan olmaq ən böyük amal məqsəddir. Əslində biz bugündən baxacaq olsaq, təkcə bu bölgəyə deyil, bütün dünyaya Yunus Emre'nin ilahələri ən gözəl, ən sadə, ən anlaşıqlı bir mesajdır. Yəni insan olub da yaşamaq. Təbii ki, Yunus övliyə şairdir və bu övliyə şairin yaradıcılığında insanlara təbliğ elədiyi sevgi, məhəbbət, qardaşlıq, birlik, sülh, əmin-amanlıq ideyası məni özünə cəlb elədi. 13-cü əsrdən bu günə qədər şairin yaradıcılığı insanları haqqa, ədalətə səsləyir. Və mən də Yunusun yaradıcılığında bu ideyalardan tutaraq onun yaradıcılığını araşdırmağa başladım. Və araşdırıldıqca gördüm ki, sirli və müəmmalı görünən onun şeirləri insanları haqqa, ədalətə səsləyir. Əlbəttə, Allahın dostları, yəni övliyalar hər zaman və hər yerdə böyük sevgi ilə xatırlanır. Lakin bunların içərisində Yunus Əmrənin xüsusi yeri var. Bunun səbəbi isə Əmrə fəlsəfəsi və onun buraxdığı mirasdır. O miras ki, sadə insanlar onu əsrlər boyu qoruyur və nəsillərdən nəsillərə ötürür. Əcdadlarımızdan qalan bu mirası biz davam etdiririk. Adətən mövludlarda nə oxunulur? Deməli, ibtidai dini biliklər insanlara başa salınır. İslamın şərtləri, imanın şərtləri və suallar verilərsə suallara cavab veririk. Və bu cürdə bu məclislər həqiqətən də bu bölgəmizdə dinin qorunub saxlanmasında çox böyük rol oynayıb. Bizim Qax rayonunun Oncallı kəndində uyuyan Yunus Əmrənin
o gözəl ilahilərindən, şeirlərindən oxuyuruq. İndi Allah qoysa bizim uşaqlarımız da o ilahilərdən oxuyarlar. Hakkın Habibinin sevgili dostu Yemen illerinden. Bizim bölgəmizdə Yunus Əmrədən sonra daha çox inkişaf etmiş Nəqşibəndiyə təriqətinin burada kök salması da bunu sübut edir. Bu təriqət mən düşünürəm ki, İslam dinində ən çox təbiətə bağlı və ən çox tanrıçılığa bağlı bir təriqətdir. Yəni onların Allahın özünü təbiətlə bağlamaları özü bizim düşüncə sistemimizdə tanrıçılığın qorunmasına irəli gəlir. Yunus Əmrənin də dünya görüşündə tanrıçılıq çox mühüm yer tutur. Təbii ki, 13-cü əsrdə yaşayıb yaradan bir sənətkar müasir dövrün insanlara bu dünyaya nəyə görə gəldiyini deyir. Mən gəlmədim dəva üçün, mənim işim sevgi üçün, dostun evi könüllərdir, könüllər yapmağa gəldim. Doğrudan da özünün həyata gəlişinin məqsədini öz şeirlərində ifadə edir və bu dünyaya sevgi üçün, məhəbbət üçün, könüllər fəth eləmək üçün, könüllər qurmaq üçün gələn şair insanları haqqa, ədalətə çağırır. Şair Kəbədən, Məkkədən, Mədinədən, insanların sitayiş elədiyi yerlərdən ən çox insan könlünə dəyər verir və deyir ki, könül mü yey, Kəbə mi yey, söylə mənə haqlı ərən, min Kəbədən daha iyidir bir könül ziyarəti. Deməli, könülləri xoş eləməyi şair Kəbə ziyarətinə bərabər tutur. Allah Quran-ı Kərimin Bəqərə surəsində buyurur: xoş bir söz və günahları bağışlamaq əziyyətlə verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir. Bəqərə surəsi 263. Yunusa bu qədər ölməzlik bəxş edən onun əsərlərinin Quran-ı Kərimdən qidalanmasıdır. Yunus Əmrə Quran-ı Kərimin surə və ayələrini, ideyalarını sadə türk dilində insanlara çatdırır. Yunus Əmrə divanının, Yunus Əmrə poeziyasının sirri məhz bundadır. Deyirlər, insan yaxşılığın quludur. İnsana bir fikri, niyyəti çatdırmağın ən gözəl yolu onun qəlbinin dünyasına toxunmaqdan keçir. Mənəvi fəth mənasını verən bu vəziyyətə ancaq yaxşı niyyət və səmimi hisslərlə həyata keçirilən yaxşılıq və tərbiyə səfərbərliyi ilə nail olmaq mümkündür. Yaxşılıq və yüksək tərbiyə sahibi olmağın yeganə yolu isə insanı mükəmməllik zirvəsinə ucaldan mənəvi dəyərlərə yiyələməkdir. Budur Yunus Əmrə fəlsəfəsi. Təkəbbürdən, ədalılıqdan çox uzaq olmağı, ədəbli, əxlaqlı olmağı, alçaq gönüllü olmağı o qədər gözəl tərənnüm eləyir ki, məsələn, sən dərviş olanmazsın deyə bir fikrində ifadə eləyir. Deyir ki, dərviş döyənə əlsiz gərək, söyənə dilsiz gərək. Yəni, o bütün insanların günahını sanki öz üzərinə çəkir. Bütün günah işlədən insanların əvəzinə özünü günahkar görür. Yəni, bu qədər Allaha bağlı olmaq, insanı təvəzzükar tərbiyə eləmək, kökünə bağlı olaraq tərbiyə eləmək və bu bölgədə həm İslamı, həm qədimdən bəri xalqın özünü, öz simasını saxlamasında Yunus Əmrənin rolu əvəzsizdir. 13-cü əsrdən sonra Azərbaycanda insanlar Əmrə, İmrə, İmrəli kimi adları öz adlarına, kəndlərə verməyə başladılar. Bu adı daşımaq bir fəxr və qürur idi. Təbii ki, Yunus Əmrə poeziyası və fəlsəfəsinin təsir dairəsi daha geniş idi və demək olar ki, bütün türk dilli ölkələrə yayılmışdı. Bu baxımdan Azərbaycanda, Türkiyənin müxtəlif bölgələrində, Qırğızstan, Özbəkistan və Qazaxstan kimi ölkələrdə yaşayıb yaradan sənətkarlar Yunus şeirinin təsirindən qüvvətlənmiş və güc almışdılar. Onun yaradıcılığında bir maarifçi, vətənpərvər bir insan görürük biz. O təkcə Allahı eşqdən yazmır, o ümumiyyətlə insanı olan eşqdən yazır. Bu mənada onun yaradıcılığının fərqli tərəfi ilk növbədə budur. Onun yazdıqlarında bir sir var, bir hikmət var. Və boşuna deyir ki, Bəxtiyar Vahabzadə deyir ki, bu nə sirdir? Hər güldə, hər çiçəkdə deyir, sanki onun məzarı vardır. İnsan bir olub, amma minlərcə məzarı var. Çünki
onun məzarı insanların qəlbidir. Yəni insanların ürəyində o özünə taxt qurdu. İnsanı Allah dünyanın əşrəfi deyə yaratdı və Yunus Emre də onu sadə və ən gözəl tərənnüm elədi. Azərbaycanın digər bölgələr kimi Qax Balakən bölgəsində yaşayan insanlar elmə, müdrik sözlərə böyük marağı ilə seçilir. Bu tarixən belə olub. Bura həmişə haqq, ədalət bölgəsi kimi tanınıb. Yerli cəmaət hesab edir ki, Yunus Emre'nin bu bölgəyə gəlməsinin əsas səbəblərindən biri məhz budur. Qax rayonunun Oncalı kəndindəki Oğuz qəbristanlığında isə həm Şeyx Yunus Emre'nin, həm də onun mürşidi Şeyx Tapdıq Emre'nin məzarları var. Bu məkanın bölgə sakinləri ilə yanaşı Türkiyə və Mərkəzi Asiyadan gələn qonaqlar da vaxtaşırı ziyarət edir. Ümumiyyətlə Şeyx Yunus Emre'nin harada dəfn olunması ilə bağlı müxtəlif iddialar irəli sürülür. Bunlara əsasən Türkiyə ərazisində 10 ehtimal olunan məzar var. Bir məzar isə Azərbaycanın Qax rayonunun Oncalı kəndindəki Oğuz qəbristanlığındadır. Yunus və Tapdıq Əmrələrin Qaxın Oncalı kəndində dəfn olunmasının ilk dəfə 1938-ci illərdə Qaxda çıxan Kolxoz Səsi qəzetində Sələddin bəy Sultanov tərəfindən dərc olunmuş bir yazı var idi. Orada açıq şəkildə göstərirdi ki, Yunus və Tapdıq Əmrələr məhz burada dəfn olunub və bizim uşaqlığımız, mən Qıpsaq kəndində doğulmuşam, yəni burada yaşayan insanlar Qıpsaq türkləri olub. Oncalı kəndinin adı da Qıpsaq türklərinin bir qolu olan Ancaoğulların adı ilə bağlıdır və bu zaman müəyyən olundu ki, həqiqətən əhali bura gəlir, ziyarətgaha gəlirlər və ilk öncə Yunus Emre'nin qəbri ziyarət olunur, ətrafında 7 dəfə dövr olunur, sonra Tapdıq Emre'nin qəbri ziyarət olunur. Şeyx Tapdıq Emre və Şeyx Yunus Emre bunların deməli ikisinin bir yerdə bu vəziyyətdəki qəbri heç bir yerdə yoxdur. Bu da tam olan fikirləri təsdiq edir ki, onların qəbri həqiqətən də burada Qax rayonunun Oncalı kəndindədir. Yəni ki, Şeyx Tapdıq Emre'dən qiblə istiqamətində özündən yuxarıda və hündür dəfn olunması Şeyx Yunus Emre'nin ancaq buradadır. Bura Türkiyədəki Yunus Emre Muzeyinin mütəxəssisləri də bir neçə dəfə gəlib. Onları müşahidə edən Həbibullah Abdullayevin fikrincə, bu məkandan gedəndən sonra hamı Yunus Emre'nin dəf olunduğu yerlə bağlı fikrini dəyişir. Və onlar orada biləndən sonra onların özlərinin heyət şəklində 2-2, 3-3 bu şəkildə bura gəlişləri çoxaldı. 2 il bundan öncə. Deməli, onlar gəldilər, bunlar səhər saat təxminən 10 vaxtları idi. Axşam gün batan vaxta kimi onlar mənlə burada gəlişdilər. Hətta onların içində, gələn insanların içində başını bura qoyub ağlayanlar var idi. Bu məkan dərviş sənətinin sevdalısı Züleyxa Abdullayevanı da doğma vətəninin Qax bölgəsinə gətirdi. Bizimlə söhbətində dedi ki, Qaxın Oncalı kəndində Yunus Emre'nin məzarının olduğunu eşidəndən bəri ruhu sakitləşmir. Sanki güclü bir işıq onu çağırır. Çox keçmədi ki, Züleyxa xanım Azərbaycana gəldi və dərhal bizimlə Qax rayonuna yollandı. Məzarının yanında bir müddət sakit dayandı. Elə bir söhbət edirdi. Sonra keçirdiyi hissləri bizə danışdı. İndi də danışıram, bütün bizim elektriklərimiz və biz sanki bir-birimizlə danışırıq. Şu anda mən onu hiss edirəm. İndi bunu necə aydın anlatılabilir bilmirəm, amma ki mən hiss edirəm burada. Bax, bu yazılar var. Doğrudan da Şeyx Yunus Emre'nin məzarı yazılmış. Mevlana ilə bir zamanda yaşamış və Mevlana'dan öyrənmiş, yəni çox təlimlər, eğitimlər almış. Bütün deyilənlər onlar var, hepsi doğru. Amma ki, ya sərhəd, sınır yoxmuş, o zaman Azərbaycan, Türkiyə belə ayrıca bir ölkə kimi də bəlkə ayrılmırdı, hamısı birlikdə yaşayırdılar. Amma Tapdıq Emre sürekli hər zaman Azərbaycana gedəcəyiz, Azərbaycanda bizim dərgahımız var, orada toplantı edəcəyiz və o zaman nə araba vardı, hiçbir şey, nə tren vardı, hiçbir şey yox idi. Ya atla və də ayaqla, yürüyərək gedirdilər onlar.
Faytonla. Faytonla gedirdilər aylarla. Mesela 3 aydan sonra dergah olacak, toplantı olacak. Ama 3 ay önce çıkırdılar ki 3 aydan sonra gelip çatısınlar oraya. Tabii ki bizim şu anda bu bir mülahizelerdir ama biz buradayız ve bütün Türkiye ve Azerbaycan içtimaiyetine öz fikirlerimizi deyirik. Sevildiği için her yerde onu yad edirlər. Türkiyənin bir çox bölgələrində dərvişlərin tarixi, fəaliyyəti və yaradıcılığı ilə elmi araşdırmalar aparan Züleyxa Abdullayevanın Yunus Emre ilə bağlı tədqiqatları da var. Amma bu tədqiqatlarda qah səhifəsi yenidir. Ben Türkiye'de bir sıra Yunus Emre məbədlərinə gittim, yatırımlara gittim. Mesela O eskini aldınız. en meşhuru Manisa'dadır, Kukula ilinde. Gittik orada, medrese var, onu orada yaşadığı, sonra onun mürşidi çalıştığı yerleri gördük. Ama şimdi sizin dediğiniz gibi bilirsiniz bir sürü insanların Meryem Ana'nın mesela için mezarı oradadır, buradadır, her yerde bilinmiyor. Burada böyle yüksek vazifesi bu dünyada olan insanlar böyle olur. Sevgiden de olabilir. Herkestir ki bizim buradadır, oradadır diyorlar. Yunus Emre'ni çok sevilir Türkiye'de. Çünkü Yunus Emre çok meşhur Sufi şairidir. Ama gelin bakar Azerbaycanlı olduğum için de Türkiye'de olduğum için bu müqayisəni yapsak, etsek, Yunus Emre'nin şiirleri Eruz vezninde yazılmış. Ki o Azerbaycan Türkleri heca vezninde yazmış. Yani bir de eski Türk dilinde. Bizim Türkçem, bizim Evet, eski Türk dilinde yazılır. Bir de bir sıra mənbələri oxuyuram. Yazılır ki Yunus Emre Türkiye'nin tabii ki bir sıra şehirlerinde olmuş. Naxçıvan ve Yukarı Azerbaycan. Yukarı Azerbaycan, Şimali Azerbaycan. Yani burası. Ya çok şey bak indi danışıram. Ve bütün bunlardan sonra ben musiki terapisti oldum. Ben de düşünürüm ki bu dervişler elə eski musiki terapistleri olmuşlar aslında o vaxtda. İndi bizim adımız çağdaş zamanında biz musiki terapistleriydik. Neyle tedaviydi? Musikiyle. Derviş ne edirdi? Evleri gezirdi, küçeleri gezirdi, şehirleri Səsi avazı, yırtık elbiseleriyle, laneyleriyle, bizim eski sözümüzdendir, terlikleriyle, yırtık terlikleriyle gezirdiler ve sesleriyle temizleyirdiler mühiti, insan zekasını, düşüncelerini. 2010-cu ildə Türkiyənin keçmiş prezidenti Abdullah Gül Azərbaycana səfəri zamanı Oncalı kəndində Yunus Əmrənin qəbrini ziyarət etməklə və məzarın üstünə gül dəstəsi qoymaqla Əmrənin harada dəfn olması məsələsində bir növ nöqtə qoydu. O onun gerçək məzarıdır deyirəm. Lakin gerçək məzarı deyilsə belə, adına, anıtına qoyulmuş bir məzarsa belə, o çox böyük bir örnəkdir. Yunus Emrəni sevmək insanlığı, sülhü, barışı və dünyanın bu qədər qaynadığı bir dönəmdə məncə ən çox Yunus Emre məktəbinə, bəlkə də onun ilahələrinə ehtiyac var ki, mən çox istəyərdim ki, onun ilahələri başqa dillərə daha sadə, daha anlaşılır bir şəkildə tərcümə edilərsə, o təkcə bizim yox, bütün dünyanın sevimlisi, onu deyirlər Türk dünyasının azman şairi. Amma mən deyirəm ki, o dünyanın azman sufi şairidir. Təkcə Yunus yaradıcılığından söhbət gedmir. Mövlana təsirindən, Nizami təsirindən, Füzuli təsirindən, Nəsimi təsirindən, Mehtumqulu təsirindən, bütün bunlardan uzaq düşən insanlar elə bir ki, Allah da onlardan məğarib neyinib üz döndərib. Və odur ki, Türk dünyasında bütün bu insanlar, övliya insanlar, insanları barışa, birliyə, sülhə, əmnəmanlığa səsləyirdilər. Və mənə elə gəlir ki, insanlar zaman-zaman oxuyub, zaman-zaman öyrənib, bu övliyaların fikirlərini özünə bir ideya mənbəyi kimi, fikirlərindən özləri üçün bir ideya mənbəyi kimi yararlansalar, dünyamız da, dövrümüz də daha xoşbəxt günlərin sahibi olar. Yunus Emre dünənin deyil, sabahın şairi, mütəfəkkiridir.
Bu sadəcə söz deyil. Bu Əmrənin yaradıcılığına, onun dünyaya buraxıb getdiyi insanlıq konsepsiyasına söykənən, sübuta ehtiyacı olmayan həqiqətdir. Yunus Emre bu dünyadan köçəcəyini belə təsəvvür eləyəndə deyir ki, bizi asan bir vəklə yuyub saranlara salam olsun. Biz gedər olduq, qalanlara salam olsun. İnsan dünyanı tərk eləyəndə belə özündən sonrakılara salam verərək gedir. Əslində bu salam bir sülh mesajıdır. Bu bir barış mesajıdır. Odur ki, mənim fikrimdə Yunus Emre ilə bağlı belə bir fikir var. Əslində Yunus Emre ayrıca bir barış, bir sevgi, bir sülh missiyasını yerinə yetirən biri olub. Təbii fəlakətlərin baş verməsi, ölkələr arasındakı müharibələr, ölkələr arasındakı haqsızlıqlar, təbiətdə və cəmiyyətdə baş verən özbaşınalıqlar hamısını demək olar ki, Yunus yaradıcılığında bunlara bir işarət var. Yəni Yunus Emre nə deyirdi? Yunus Emre deyirdi ki, insanları haqqa səsləyirdi, bir-biri ilə dost olmağa səsləyirdi, birliyə səsləyirdi. Onun əsərlərində, onun divanında heç bir din təəssübkeşliyi yoxdur. O deyir ki, 72 millətə eyni gözlə baxmağı insanlara tövsiyə eləyirdi və insanları haqqa, ədalətə, barışa səsləyirdi, sülhə, əmin-amanlığa səsləyirdi. Şu cennetin ırmakları akar Allah deyur deyur. Sen tutarsın, söz götürsün. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Birinci məsciddə başlayan Mövlud məclisi evdə davam edir. İştirakçılar ilahiləri oxuyub bitirəndən sonra şərbət verilir. Şərbətdən sonra isə hər kəs süfrəyə dəvət olunur. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Kulu veşrabu ve la tusrifu inna la yuhibbul musrifin. Bütün bunlar Qax Balakən bölgəsində artıq ənənə, burada yaşayan insanların mədəniyyətinin ayrılmaz bir parçasıdır. Bu sülh mədəniyyətidir və bu insanlar həmin bu mədəniyyəti Şeyx Yunus Emre'dən ürəkləri fəth etmiş əxlaq və dəyərlər mənbəyindən öyrəniblər. Dünyada isə qan qoxmayan, körpə hıçqırtısı gəlməyən, ixtiyarların naləsi eşidilməyən, silahların susmadığı məkanları barmaqla saysan, 5-ə qədər çatmazsan. Günü-gündən mənəvi dəyərlərin aşınmasının, milli kimliyimizin ortadan qeyb olmasının canlı şahidləriyik. Biz kim idik? Kim olduq? Bu yerdə Mövlana'nın məşhur misraları içimdə əks-səda verir. Qılıncların yapa bilmədiyini qələmlər yapmış. Tarixi vərəqlədikcə söz sərraflarının yaratdıkları inciləri sadalamaqla bitməz. Dünyaya işim yoxdur. Elə özümüzdən, Türk dünyasından sadəcə bir nümunə çəksək kifayət edər. Yunus Emre. Yunus Emre kimdir sualının cavabını Azərbaycan və dünya tədqiqatçılarının araşdırmalarından öyrənməklə saatlarla danışmaq olar. Ancaq biz Yunus Emre'ni və Yunus Emre'ləri həyatımıza tətbiq etməyi, onun yolu ilə getməyi öyrənməli və öyrətməliyik. Biz dünyadan gedər olduq. Qalanlara salam olsun. Bizim üçün xeyir dua qılanlara salam olsun.